Herkes salam, kanalıma hoş geldiniz. Bugün size 8 Mart'a mənə nə hədiyyə ediblər, onu sizə göstərəcəm. Bağışlayın, papuqayımın səsidir. Orada durub, yəni biraz videoda bunun səsini eşidəcəksiniz. Sən də bilərsiniz ki, mən nələr çəkirəm bundan. İndi birinci anamın hədiyyəsini göstərəcəm. Gəlin başlayaq. Birinci, yəni hamı kim məni çoxdan tanıyırsa, kim mənim kanalıma çoxdan baxırsa bilir ki, yəni mən kitabsız yaşaya bilmirəm də. Bir də orada. Ona görə də anamdan 8 Mart'a kitab istədim. Anam dedi, yaxşı, gedərik, seçərik 2 dənə kitab. Amma elə oldu ki, 2 dənə seçmədik, düz 8-9 dənə kitab seçdik. Gəlin hamısını bir-bir göstərim. Hamısı rus dilindədir. Yox, Azərbaycan dilində də var. Belə bir, elə bil ki, necə deyim? Bloknot kimidir. Bloknot kimi burada belə bilirsiniz necə? Burada mən öz sekretlərimi falan, sirlərimi falan yazıram. Yəni burada belə suallar verilir. Mən o suallara cavab verirəm. Çox qəşəngdir. Qiymətini bilmirəm neçədir, amma yəni də götürdüm. Tiflinlər belə bir kitab aldım. Dedim ki, yəqin maraqlı olar. Həm də ki, bir dənə çox qəşəng bir şey var. Məni belə itməsin deyə. Məncə maraqlı kitab olacaq, oxuyacağam. Bunu hədiyyə verdilər. Biz çox kitab aldıq. Yəni çox kitab aldıq deyə hədiyyə verdilər. Dostum Mimi. Sizə indi bir şey göstərəcəm, şokda qalasınız. Baxın, bu belə kuklamdı. Bunu mənə anam Türkiyəyə getmədən qabaq alıb. Adını Mimi qoymuşam. Mən heç bilmirdim ki, bu kitab çıxıb. Dostum Mimi. Burada belə sıçan adı Mimidir. Biraz oxumuşam, amma çox maraqlı kitabdır. Adını Mimi qoymuşam deyə aldım. Məncə maraqlı olacaq. Bu da belə kitabdır. Belə. Dedim ki, maraqlı olur oxumaq. Belə böyük kitabdır. Mən belə böyük kitablar sevirəm, amma bunu da götürdüm. Bu 2 dənə belə kitab. Ədəbiyyatı çox sevirəm, ona görə belə kitablar götürdüm. Burada da belə istoriya, yəni belə necə deyim, dinozavrlar haqqında. Burada coğrafi kəşflər. Coğrafi kəşflər heç bilmədim nədir. Amma burada şeydir də, yəni tarix var deyə aldım. Tarixi çox sevirəm. Azərbaycan tarixini. Ümumi tarix mən elə keçmirəm, çünki 5-ci sinifdəyəm. Bu qədər. Bunlar hamısı anamın hədiyyəsidir. İndi beşlərin hədiyyəsini göstərəcəm. Birinci, məncə anamın dostlarının hədiyyəsini göstərim. Dünənləri deməli 8 Mart'a özel restorana getmişdik. Orada mənə hədiyyə verdilər. Anamın birinci dostundan belə çox xoşuma gəldi. Belə bir daraq, Barbie darağı. Çox qəşəngdir məncə. Burada da belə şey, məncə çox şirindir. Belə şey. Neydi? Hayda. Güzgü. Adı yadımdan çıxdı. İndi baxın, bir dəqiqə sizə klokunu göstərmək istəmirəm. Çünki göstərmək istəmirəm. Gəlin belə göstərim, belə qoyum. Göstərmək istəmirəm. Hansı renddəndir. Ona görə göstərməyəcəm. Birinci, belə bir nədir? Yemək olar. Bu vitaminli belə jelibonlardır. Yəni vitaminli belə jelibonlardır. Yatdı da. Baxın, görün mənə nə veriblər. Belə bir toxum göndəriblər.
Elə bil bunun belə balacası da var. Bu 30 millidir. Bu isə 50 milli. Bu nədir? Hə, bu da belə krem kimi bir şeydir. Amma əslində anamın yəni bu duxunu, bu kremi falan anamın dostu verib. Ad günümdə mənə o anamın eyni dostu, bunu verən dostu bu duxunu vermişdi. Bu duxudakı bir dəqiqə sizə göstərim. Eynidir. Bu elə belə nabordu, bu nabordandı. Bu da elə belə vermişdi. Çox şirindim. Çox sağ olsun. Bu kadar. Hele sinif yoldaşlarımız oğlanlar da pul yığmıştılar. Bize hediye almıştılar. Şimdi onları da göstereceğim. Birbirinin hamısını göstereceğim. Gelin başlayalım. Aha. Birinci belə bir şampun vermiştiler. Bu aslında beden üçün geyildi. Ay ayağım. Beden üçün geyildi. Bence. Ha, beden üçün geyildi. İyi, çok şeydi. Oh, çok şey var. Mənim yəqin belə bir brelok veriblər. Sumkaya asmaq üçün elə belə brelokdur. Yəqin düşündünüz ki, elə belə brelokdur, amma yox. Belə balsam. Çox şeydir, iyi çox şeydir. Sonra belə bir gloss. Böyle bir gloss değil, bu yani dodaq qurumasın diye vururlar. Bu ise gloss'tu. Rengi var biraz. Bunun bakın, bunun rengi yoktu. Bunun var bence. Gelin bakalım. Çok güzeldi, çok estetikti. Çok vurmak istemiyorum. Hə. Görsəmirəm. Bir de rengi biraz var. Rengi ile de çok değil ama var da yani. Çok güzeldi. Benimki belə maviydi. Uy. Hə, mavi belə. Bunun adı neydi bilmirəm ya. Tamam. Belə bir zakolka var. Çok şeydi. Belə broşka. Çok şeydi. Çok şeydi. Yəqin ki, ən xoşuma gəldiyim şey belə bir şey. Ayda size görsənmir. Bir dəqiqə. Baxın. Belə indi görsənir. Görsüz. Əlimə çox qəşəngdir. Bu məncə bədən spreyidir. Mən belə vururum, çox qəşəngdir. Bir dəqiqə. İndi vurum. Məncə çalxalayaq. Biraz vuracağım. Ay. İyi de çok geçerli. Ay. Ya olmadı. Ay çok azdı. Biraz da bırak. Belki göster. Wow. Çok geçerli. Hayda. Bence çok görsen. Bütün yok. Hala yine var bence. Gedək indi baxım təzədən. Bir də anam belə bir kaşlok hədiyyə elədim. Kaşlok hədiyyə elədim. Çünki pul yığıram, amma heç yerə qoymağa kaşlokum yoxdur da, yəni burada açdım. Bir də belə ürəyi var, bu maşını qoymuşam. Çünki çox sevirəm maşını. Bir də burada belə bir melodi. Sonra burada Kromi, Melody, Cinemarol. Burada da pulum. Biraz pulum var. 2 mat. Ve bitti. Ha, nedir? Evin açarı. Oy. Oh, ha. Bu kadar. Daha bir şey eləmək istəyirəm, bir dəqiqə. Aha, indi bu belə. Bir dəqiqə. İndi baxmaq istəyirəm, bir dəqiqə. İnşallah olar. Daha bilmədim, oldu ya olmadı.
Və 8 mart hədiyyələrim bu qədər. O birişlər isə xalam, bibim. Yox, bu qədər deyil. Dəki bibim belə bir Jenga hədiyyə eləmişdi. Korobkası budur, amma mən bura qoydum. Bu qədər, hədiyyələrim bu qədər idi. Kanalıma abunə olmağı və like atmağı unutmayın. Təzə vloglarımı gözləyin, sağ olun.